Özünü necə hiss edirsən, hə? Məktəbin p***duğu. Ay, məktəbi xoruz deməkdim, hə? Voru, zoru, avarası. Səməd, o vaxt necə dovşan idinsə, indi də elə dovşansan. Ay, sən qorxmursan ki, mənim əlimdəsən? Sənin başını yolun açaram. Çölə bayra çıxa bilmərsən insan üçün. Sən indi belə vəziyyətdə güvənib danışa bilirsən də, ədalətli ol, at əllərimi göstərim sən necə olur. Sən də o vaxt qolumun gücünə güvənib mənə əzirdin də. O vaxt üstünlük səndə idi, indi üstünlük məndədir. Nə oldu? Sən eləyəndə normal idi, mən eləyəndə ədalət gözlə görsəndi. Görəsən niyə belədir? İnsanlar özləri eləyəndə görmürlər, ona qarşı olunanda ədalətsizlikdən danışırlar. Hə, gətirmisən məni bura 1-2 dənə vurdun, acığımı çıxdın. Sonra nə edəcəksən? Öldürəcəksən məni? Əvvəl axı buraxacaqsan da, bax ondan sonra qaç, özü deşik axtar. Bala sən nə atdan düşürsən? Mənim əlimdəsən, neysən? Səni bura gətirmişəmsə, necə sorğun olacağını da fikirləş. Sən mənə incitmisən ki, səni belə rahat buraxaram. Hər məktəbdə sənin kimi döyülən adam böyüyüb sənin kimi biri olsa, bu ölkədə normal adam yetişməz. Onsuz yetişmir də. Hə, tüpoy. Sən əvvəlicə tüpoydinsə, eləyən də tüpoysan. Mən bəyəm döyülməyi deyirəm.